sərhədsiz insanlıq. Biz sadəcə bu missiyanın modern icraçılarıyıq. Razıyam Manav. Peyğəmbərimiz həqiqətən də bütün insanlığı vahid bir amalda birləşdirmək istəyirdi. Sən də birləşməkdən deyirsən, amma bu bənzərlik sənə haqq vermir ki, özünə Peyğəmbər deyəsən. Sən sadəcə öz qaranlıq niyyətinə teoloji bir bəraət axtarırsan. Ünvan eyni ola bilər, amma girəcəyiniz mənzillər tamamilə fərqlidir. Onların yolunda ilahi iradə və uca əxlaq vardı. Sizin yolunuzda isə sadəcə ruhsuz bir planetar bürokratiya. Peyğəmbərlər insanı bu dünyadaykən Allaha və ən yüksək mənəviyyata çatdırmaq istəyirdi. Siz isə insanın kimliyini alıb onu ruhsuz bir maşına çevirirsiniz. Onlar iman, namus və qeyrət deyirdi. Siz isə bədəni ehtiyaclara qul edən bioloji varlıqlar yetişdirirsiniz. Deyirsən, Peyğəmbərlərin yarımçıq işini görürsünüz. Xeyr əzizim, kəlləri aslanlar oluyur. Siz isə sadəcə aslanın ağzından yaralı qurtulan o kəli boğmağa çalışan kaftarlarsınız. Siz ovçu deyilsiniz, Manav. Sizin işiniz vuruşmaq yox, leş deməkdir. Dilin dil ötürür Abdullayev, amma ruhun susur. Sən heç Nietzsche'nin Allah öldü hayqırtısını eşitmisən? Bilirsən niyə elə dedi? Çünki Allah sizin əlinizdə şəxsiləşdi. O tək olan ucalıq yox oldu. Hər kəsin cibində gəzdirdiyi, öz mənfəətinə uyğunlaşdırdığı minlərlə kiçik Allahçıqlıqlar yarandı. Nə çox Allah deyirsiniz? Get bir dəfə göründüyü yerə bax. Quru sözlərdən yapışıb özünüzü nə sanırsınız? Manav masaya tərəf əyildi. Səs indi daha alçaq, amma daha kəsici idi. İndi deyəcəksən ki, intihar günahdır. Mən sənə özünü öldür demirəm, amma mənə cavab ver. Niyə ölümlə üz-üzə gələndə it kimi dirənirsiniz? Niyə əlinizdə bir balaca imkan olsa bu iylənmiş dünyada əbədi yaşamaq üçün ruhunuzu satarsınız? Hanı sizin o böyük Allah sevgisiniz? Sevirik, qovuşmaq istəyirsiniz, deyirsiniz. Sevirik, qovuşmaq istəyirik deyirsiniz. Amma ona qovuşmaq anı çatanda canınızı qurtarmağa deşik axtarırsınız. İnsan sevdiyindən əbədi yaşamaq həvəsi ilə qaçmaz Abdullayev. Siz qaçırsınız, deməli yalan deyirsiniz. Siz onu sevmirsiniz. Siz sadəcə yoxluqdan qorxursunuz. O otaqda gəzişərək davam elədi. Bir də ki, Allahı hardan tanıyırsan? Sən Azəri türkü olduğun üçün bu cür inanırsan. Tibetin dumanlı dağlarındakı keçəl rahiblərində öz Allahı var. Hindistandakı qopalın da min bir sifətli tanrılar var. Hristiyanlar isə İsa'nı Allahın özü sayır. Dünyada minlərlə inanc, minlərlə iddia var. Hardan bilirsən ki, səninki doğrudur? Mən sənə cavab verim. Çünki sənə türklük müqəddəsdir. İspan üçün ispanlıq, İngilis üçün ingilislik müqəddəs olduğu kimi sizin Allahlarınız da ilahi deyil, millidir. Siz inancınızı milli kimliyiniz kimi üstünüzdə gəzdirdiyiniz bir geyim etmişsiniz. Hər millətin öz adəti, hər kəsin öz ehtiyacına görə bir Allahı var. Amma mən deyirəm ki, Allah birdir, niyyəti birdir və o heç kimi bir-birindən seçmir. Sizin o parçalanmış dünyanızdan uca bir nizam qurmaq istəyirəm mən. Bax mənə Abdullayev, mən o kağız üzərində Allah deyib, əməldə şeytanlıq eləyən dindarlardan deyiləm. Allahı inkar edib böyük axmaqlıq edən ateist də deyiləm. Nə Spinoza'nın, nə o panteistlərin, nə də o bivec agnostiklərin bilmirəm deyib kənara çəkilməsi mənə yaddır. Mən bilirəm ki, Allah var, amma mən bir şey də bilirəm, onun səbrinin bir hüdudu var. Hamınız Allah səbirlidir deyib yatırsınız. Amma səbir varsa deməli o səbrin tükəndiyi bir səbirsizlik məqamı da var. Manaf əllərini havada bir nizamla hərəkət elətdirdi. İslam deyir ki, 124 min peyğəmbər gəlib. Bilirsən bu nə rüsvayçılıqdır? Bu o deməkdir ki, biz 124 min dəfə sözə baxmamışıq. Allah bizə bir kəlmə deyəndə biz onun üstünə 11 yalan qoyub geri qaytarmışıq. Anla artıq Abdullayev, Allah bizdən əlini üzüb, o bizdən yorulub. O 14 əsrdir susur. Ulul əzəm peyğəmbərlərin arasındakı o 500 və ya 1000 illik məsafələr çoxdan keçib. Sonuncu dedi və qapını bağladı. Babanın nəsiyyətini nəvə bilər, amma kötücə artıq o sözün həqiqətinə inanmır. İndi biz o kötücələrik. Babanın yolundan çıxdığımızı belə anlamırıq. O Abdullayevə doğru bir addım attı. Gözləri qaranlıqda parıldayırdı. Artıq vəhiy yoxdur, canlı peyğəmbər yoxdur, imam yoxdur. Zaman keçdikcə rəzalət normallaşır. İnsanlıq iylənir və bu iylənmiş dünyada kimsə kafir olanda artıq məsuliyyət daşımır. Çünki həqiqəti göstərən yoxdur.
Bu qiyamətin ayaq səsləridir. Amma biz gözləməli deyilik. Biz qəti hərəkətə keçməliyik. Əgər Allah daha nurunu göndərmirsə, deməli biz o nuru öz qanlı əllərimizlə tamamlamalıyıq. Biz Mehdi yox deyəndə bunu nəzərdə tuturuq. Allahın yarımçıq qoyduğu təmizliyi bitirəcəyik. Sən deyirsən ki, mən səhv yoldayam, Abdullayev. Bəs sən bir şeyin səhv və ya düz olduğunu nəyə əsasən təyin edirsən? O müqəddəs kitablara mı? Gəl onlara Allahın konstitusiyası, qaydalara isə cinayət məcəlləsi kimi baxaq. İndi təsəvvür elə, bir ölkənin bürokratları başqa bir ölkəni talamaq istəyir. Xalq durduq yerə qan tökməyə getməz, düzdür? Onlar nə edirlər? Bir fırıldaq qurulları öz ölkələrində bir terror aktı törədib, günahı qarşı tərəfin üstünə atırlar. Sonra da o konstitusiyadakı özünü müdafiə maddəsini əllərində rəhbər tutub hücuma keçirlər. Əskər də elə bilir ki, vətənini qoruyur, canını qoyur. Əslində isə o bir yalanın qurbanıdır. İndi anla, insanlar Allahın konstitusiyasını da belə dəyişdiriblər. Onun ana məqsədi bir olmaq idi. Amma onlar o kitabın hər yerinə barmaq eləyiblər. Əlbəttə ki, Quranı istisna götürə bilərəm, amma əvvəlkilər belə idi. Hər yerinə öz maraqlarını yazdılar. Sənin düzgün dediyin o yol, əslində əsrlər əvvəl bir bürokratın Allahın adından yazdığı saxta bir maddədir. Sən saxta bir konstitusiyanın fədakar əskərisən, Abdullayev. Mən isə bu saxtakarlığı bitirib, Allahın əsl dəyişdirilməmiş nurunu, o ilkin nizamını bərpa etmək istəyirəm. Hətta Quran həqiqətdirsə belə, lap elə tutalım ki, həqiqətdir. Mən də buna inanmağa çalışıram. Amma onu da düzgün başa düşməyəndə sən səhv addımlar ata bilərsən. Sən məni hələ də anlamırsan, Abdullayev. Mən nə Allahı inkar edən o sığal-sısqa ateistlərdənəm, nə də mərhəmət nağılları danışan dindarlardan. Mən nə o panteistlər, nə də agnostiklər, nə də deistlər kimi ortada qalıb özümə mövqe qura bilməyən bir qorxaq da deyiləm. Mən reallığı görürəm. O əlini havada bir ailə tablosu çəkilmiş kimi hərəkət etdirdim. Biz hamımız bacı qardaşıq, amma elə nankör övladlarıq ki, valideynimizi, yəni Allahı bezdirmişik, sözündən çıxmışıq, evini dağıtmışıq. O da bizdən əlini üzüb, bizi başlı başına buraxıb, indi kənardan sükutla baxır. Bilirsən o nəyə gözləyir? Görsə ki, biz daha da azğınlaşırıq, görsə ki, bu murdarlıq yer üzünü tam bölüyüb, o gəlib övlad qatili olmamış, biz özümüzü yığışdırmalıyıq. Manaf Abdullayevə bir addım da daha yaxınlaşdı. Mən sadəcə pərən-pərən olmuş, bacı qardaşlarımı bir yerə yığmaq istəyən qardaşam, Abdullayev. Mən istəyirəm ki, biz onun yaratdığı o ilk ailəyə qaydaq. Mən bu təmizliyi ona görə etmək istəyirəm ki, atamız gəlib hamımızı məhv etməsin. Mən qardaşlarımı atanın qəzəbindən qorumaq üçün onları zorla adam etmək istəyirəm. Mənim qəddarlığım mənim mərhəmətimdir. Anlayırsanmı? Sənin məntiqin çox cazibədar idi, Manaf, dedi. Yavaşca yerindən qalxaraq Abdullayev. Özünü böyük qardaş elan edib övlad qatili olan bir ata qorxusu ilə bizi bir yerə yığmaq istəyirsən. Amma sən bir şeyi unudursan, valideyn öz övladından niyə əlini üzür? Bezib yorulduğu üçün, yoxsa övladının artıq bir şəxsiyyət olub öz ayaqları üstündə durmasını istədiyi üçün? Sən deyirsən ki, Allah susur, deməli bizi tərk edib. Mən isə deyirəm ki, o susur, çünki bizə inanır. O 124 min dəfə xəbərdarlıq etdisə, bu bizim axmaqlığımızdan çox onun bizə olan bitmək bilməyən səbrinin sübutudur. Atanın sükutu övladın imtihanıdır. Manaf, o bizi başlı başına buraxmayıb, o bizə azadlıq verib. Sən isə o azadlıqdan elə qorxursan ki, onu başlı başınalıq adlandırırsan. Sən qardaşlarını atanın qəzəbindən qorumaq üçün onları qandallamaq, zorla bir yerə yığmaq istəyirsən, amma zorla qurulan ailə həbsxanadır. Sən böyük qardaş deyilsən, Manaf. Sən sadəcə atanın yerinə keçmək istəyən bir diktatorsan. Sənin qurduğun o nizamda insan yoxdur. Sadəcə sənin qorxuların və sənin qanunların var. Mən səhv və ya düz yolda olduğumu o saxta konstitusiyalardan yox, içimdəki o sönməyən vicdan səsindən bilirəm. Allah mənimlə kitabların arasındakı o fırıldaq sətirlərdə deyil. Hər kəsə kömək edən titrəyən ürəyimdə danışır. Və Abdullayev sonuncu zərbəsini vurdu. Manaf, sən deyirsən ki, Allah gəlib övlad qatili olmasın deyə mən təmizlik edirəm. Əslində isə sən özün o atanın cəlladına çevrilmirsən. Əgər sənin dediyin kimi olsa, o zaman Allahın nurunu sən tamamlamırsan. Sən o nuru öz qaranlığında boğursan. Sənin təmizliyin qan iyini verirsə, o təmizlik deyil, qətliamdır.
Manaf acı bir qəhqəhə çəkdi. Amma bu səsdə sevinç yox, dərin bir məyusluq vardı. Abdullayevin gözlərinin içinə baxaraq barmağını havada silkələdi. İmtahan deyə soruşdu. Sən hələ də bu qanlı bataqlığa imtahan deyirsən Abdullayev. Mən də istərdim ki, sənin kimi romantik olum. Mən də istərdim Allahın susmasına, bizə olan inamı kimi baxım. Amma rəqəmlər sənə başqa şey deyir. Son 5000 ildə 14 mindən çox müharibə baş verib. Abdullayev, milyardlarla insan bir-birini boğazlayıb qurban gedib. Sən buna imtahan mı deyirsən? Muhammed Mustafa'nın sonuncu olması, ondan sonraki imamların bir-bir şəhid edilməsi bizə nəyi deyir? O deməkdir ki, bu məktəb çoxdan bağlanıb. Artıq dərs bitib, imtahan müddəti keçib. Ortada sadəcə qırmızı düyməsi basılmalı olan, içində hər kəsin bir-birini yediyi viran bir baza qalıb. İmtahan dediyin şeydə bir ümid olar. 5000 ildir sönməyən bu yanğın imtahan deyil Abdullayev. Bu sadəcə yanan taxıl zəmisidir. Və sən o zəminin kənarında durub taxılların kül olmasını seyr edərək bunun müdrik bir sınaq olduğuna özünü inandırırsan. Manaf qapıya tərəf döndü. Yanan taxıl zəmisindən heç nə çıxmaz. Orada hər şey kül olacaq. Ya da kimsə cəsarət edib o yanğını söndürəcək və salamat qalan bir neçə dənəni götürüb yeni bir dünya quracaq. Mən o yanğını söndürənəm Abdullayev. Sən isə küllərin arasında möcüzə gözləyirsən. Bilirsən Manaf, sən nizam-intizamdan birlikdən danışırsan. Bəlkə də dilin şirin gəlir, amma sənin bütün metodun dağıtmaq üzərində qurulub. Sən bu söhbətin əvvəlində məktəblilərin cinsi azadlığından danışdın. Sən uşaqların, valideynlərin ən müqəddəs duyğularını gülləbalan eləyirsən. Bacı qardaşlıq deyirsən, amma öz bacı qardaşlarının mənəviyyatını öz ambisiyalarına qurban verirsən. Abdullayev əlini ürəyin üstünə qoydu. Üstəlik də peyğəmbərlərdən, imamlardan dəm vurursan. Hansı peyğəmbərdən, hansı imamdan sənin o gənclərə rəva bildiyin əxlaqsızlıq, o dünyaya gətirmək istədiyin yeni müharibə, sən özünü viran qalmış bağı baltı ilə, dəhrə ilə budamağa gələn bağban hesab edirsən. Hansı peyğəmbər, imam buna razı olardı ki? Amma soruşuram səndən, sənin bu qanlı planına o imamlar amin deyərdimi? Peyğəmbər sənin bu vəhşətini görsə, bu niyyətini bilsə, üzünü çevirməzdimi? Sənin dağıdıb süpürüb yenidən qurmaq planın Allahın planı ilə necə üst-üstə düşə bilər? Allah dirildir, Manaf, sən isə sadəcə öldürməyi və dağıtmağı bilirsən. Abdullayev, sən elə bilirsən mən dağıtmaqdan həzz alıram, mən pis adam deyiləm. Mən sadəcə çox ağır bir işi tək başına öhdəsinə götürən adamam. Bax bu kəsilmiş ağac gövdəsinə. Manaf xəyali bir ağac gövdəsi göstərdi. Bu insanlığın xilasıdır. Çox ağırdır Abdullayev. Allah etmir. Milyonlarla insan da həqiqəti bilə-bilə tısbağa kimi qınına çəkilib. Mənim gücüm çatmır bu gövdəni bütöv daşımağa. Böyüklər, güclülər əl atmır. Mən də məcburam onu mənzil başına çatdırmaq üçün baltı ilə doğruyum, hissə-hissə aparım. Parçalayam ki, gücüm çatsın. O bir anlıq dayandı, nəfəsini dərdi. Cinsi azadlıq məsələsinə gəlincə, mən əxlaqsız deyiləm. Amma sən sekulyar dünyanı görmürsənmi? Orada məhdudiyyət yoxdur. Bizdə isə mentalitet, yerli bazlıq, adət ənənə, o cümlədən nəinki bizdə, bütün şərq ölkələrində. Hamını bir-birindən divar kimi ayırır. İntim həyat isə hər kəsin kəsişdiyi tək yerdir. Başa düşmürsən? Həyətdəki ördəyi, qazı, toyuğu bir yerə yığmaq üçün dən atarsan. Onlar yem üçün gələrlər, amma nəticədə bir yerdə olarlar. Mən o dəni, yəni o cinsi azadlığı insanların zəif yerini bildiyim üçün atıram. Onlar möhkəm iradəli olsaydılar, mən heç bu yola əl atardım. Mən onları o zəiflikləri ilə bir araya gətirib, sonra o kütlədən yeni bir dünya qurmaq istəyirəm. Mənim metodum çirkin ola bilər, amma niyyətim o kəsilmiş ağacı mənzil başına çatdırmaqdır. Şübhəsiz ki, mən bu yolda tək deyiləm. Mənim kimi yüz minlərlə insan var bu niyyətdə olan. Sənə yazığım gəlir Manaf, dedi Abdullayev yavaşca. Sən o gövdəni doğrayanda elə bilirsən ki, onu mənzil başına çatdırırsan. Sən o ağacı hissə-hissə aparanda o artıq həyat ağacı olmur. O sadəcə odun olur. Odun isə mənzil başına çatdıranda ancaq yandırmaq olar. Ondan yeni bir dünya qurmaq olmaz. Sən bütöbü parçalayırsan, sonra da deyirsən ki, mən onu xilas edirəm. Parçalanmış həqiqət artıq həqiqət deyil Manaf. O sənin şəxsi qəzəbindir. Sən deyirsən ki, Allah susur. İnsanlar isə tısbağa kimi qınına çəkilib. Bəlkə də o insanlar tısbağa deyil Manaf. Bəlkə onlar o ağır gövdəni doğramadan bütöv halda daşımağın bir yolunu axtarırlar.
Sən quşlara dən atıram deyirsən, amma dən yeyən quşun ağlı ancaq qarnında olar. Sən onlara azadlıq yox, yeni bir asıllıq verirsən. Sən o cinsi azadlıq dediyindən, insanları bir yerə yığmır. Onları sadəcə instinktlərinin köləsi edir. Kölələrdən isə bir ailə qura bilməzsən. Ancaq sürü qura bilərsən. Marafın gözlərinin içinə dik baxdı. Mənim imtahanım odur ki, mən o gövdəni doğramadan daşımağa çalışıram. Bəlkə mənzil başına çatdıra bilməyəcəm, bəlkə yarı yolda öləcəm. Amma mən ən azından mənzil başına çatanda o hələ də ağac olacaq, odun yox. Sən Allahın planını balta ilə tamamlamaq istəyirsən. Amma Allahın planı balta deyil, toxumdur. Toxum isə doğrananda yox. Torpağa bütöv düşəndə düzəlir. Sən yandırıb kül eləyirsən. Mən isə sükutla gözləyirəm ki, o külün içindən bir cücərti çıxsın. Mənə quru və soyuq sözlərlə cavab vermə, Abdullayev. Biz burada söz savaşı aparmırıq. Biz həqiqətin çılpaq üzü ilə hesablaşırıq. Müəllimini tanımayan şagird ondan nə öyrənə bilər ki? Siz Allahı o qədər uca və uzaq bir yerə qaldırmısınız ki, etdiyiniz hər qələti, hər günahı onun böyüklüyü içində gizlədirsiniz. O böyükdür, keçər deyib vicdanınızı rahatladırsınız. Səndən və milyardlarla insandan soruşuram. Allah nə qədər böyükdür? Heç onun zatı və vücudu barədə düşünmüsünüzmü? Nə düşünsəniz, o düşündüyümüzdən də böyükdür deyib işinin içindən çıxırsınız. Hətta bəziləriniz o qədər həyasızlaşırsınız ki, o qədər ucadır ki, bizim günahlarımız onun yanında bir toz dənəzi belə deyil. Heç baxmaz da deyirsiniz. Hər ağzına və ağlına gələni danışır. Bəziləri də deyir ki, Allah dünyanı yarattı və getdi. Sanki bir binanı tikib təhvil verən usta kimi. Əslində bu məntiqlidir, amma bir şərtlə. Əgər Allahın vicdanı və sevgisi olmasaydı, əgər o sadəcə əmək haqqı üçün işləyən bir usta olsaydı, dediyiniz düz olardı. Çünki puluna görə işləyən usta işə həm keyfiyyətsiz görər, həm də zəlzələ gəlib o binanı dağıdan da vecinə almaz. Çünki o artıq haqqını alıb. Deyirsiniz ki, Allah böyükdür. Çünki kainatın hüdudu yoxdur və yaradan yaratdığından böyük olmalıdır. Amma bir həqiqəti unudursunuz. 70 kiloqramlıq ətdən və sümükdən ibarət olan o balaca usta özündən minlərlə dəfə daha ağır və böyük evlər tikir. Allahın hikməti böyükdür, Abdullayev. Amma o həm də vicdanlı və işini sevən bir ustadır. O tikdiyi bu binanın, bu dünyanın məhv edildiyini görür və daxildən yanır. Dəfələrlə bu evə öz adamlarını göndərdi ki, ev əhlinə tapşırıb nizam yaratsın. Amma xeyri olmadı. İndi sənə onu demək istəyirəm ki, Allahı milyardlarla işıqlı uzaqlıqda axtarma. O avtobusdakı sıxlıqda, o izdihamda ayağını tapdaladığın o kimsəsiz adam var. Bəlkə də elə Allahın özüdür. Unutma bunu. İndi də görüm, Abdullayev, mənə hələ də o soyuq teoloji cavablarından mı verəcəksən? Ateistlər deyir ki, əgər Allah varsa, öləndə ondan soruşacağam. Ateistlər deyir ki, əgər Allah varsa, öləndə ondan soruşacağam ki, mən niyə yarattın? Mən isə deyirəm, sən Allahı görməyəcəksən. Sən sadəcə qaranlıq bir qutuda qəfil qarşına çıxan bir ilan görüb, dəhşətdən şok keçirəcəksən. Ümumiyyətlə o bağışlayan və mehriban Allah obrazı həm dindarı, həm də ateisti qudurdub. İkiniz də bu şəfqətə arxayın olub həyasızlaşmısınız. İndi mənə sual verəcəksən ki, hə Abdullayev, soruşacaqsan ki, sən bunları hardan bilirsən, biz niyə bilmirik? Cavabım sadədir. Çünki sizin çəkiniz çox yüngüldür. Siz həyatın üzərində o qədər yüngül və məsuliyyətsiz addımlayırsınız ki, ayağınızın altındakı həqiqət minaları partlamır. Biraz ağır olsaydınız, biraz dərində yaşasaydınız, o həqiqət sizi parça-parça edərdi. Siz sağ qalmışsınızsa bu savadınızdan yox, yüngüllüyünüzdəndir. Bax əzizim Abdullayev, hamı gündüz vaxtı qəribə varlıqlardan, cinlərdən, şeytanlardan və ya o kəllə sümüyü görünən rahibə paltarlı ruhlardan ağız dolusu danışır. Amma gecə düşəndə səslər kəsilir. İnsan qaranlıqda o varlıqları xatırlayanda dərhal fikrini yayındırmağa çalışır. Gündüzki kimi laqqırtı vura bilmir. Ölüm ayağında olanlar da belədir. Dindarı, dinsizi, Allahsızı fərqi yoxdur. Hamısı bir şeyi düşünür. Kaş ki yox olaydım, amma onunla üzləşməyəydim. Çünki həqiqət sənə sancmağa hazır olan, başını geriyə dartıb hücuma keçən bir gürzə ilanı tək baxır olan. Bilirəm indi içində deyirsən ki, Manaf kimi murdar bir adam belə şeyləri, belə həqiqətləri hardan bilir və niyə mənə deyir? Sənə deyim, çünki ən pis xəbərləri yaxşı adamlar vermir, Abdullayev.
Onların ürəyi gəlmir. Yaxşı adamlar pis xəbəri ilə bəziyirlər ki, onun dəhşəti sənə çatmır. Sən də heç nə anlamırsan. Fəlakətin mərkəzinə gedib çatanda isə deyirsən, lənət şeytana, mənə belə deməmişdilər. Bu qədər ağır olacağını bilmirdim. Amma mənim kimi murdar hesab olunan adamlar pis xəbəri olduğu kimi bəzəmədən deyirlər. Sırf sizin o məlun sifətinizin dəhşətli ifadəsini görmək üçün. Dayan Manav. Sən kəsib doğramaqdan, o çürük budaqları təmizləməkdən və s. şeylərdən danışırsan və hətta deyirsən ki, doğramaqla belə dünyadakı ədaləti bərpa eləmək olar. Yəni belə götürək, əgər sənin dediklərin həqiqət olsaydı, Makedoniyalı İskəndərlər, Çingizxanlar, Atillalar, Napoleonlar kimi nəhəng bağvanlar keçdi. Yəni sənin niyyətində dünyanı birləşdirmək istəyən fatihlər çox idi. Axı onlar heç biri də bacarmadılar. Bu Allah söhbətini isə daha sonra davam edəcəm. Onların hamısının əlində sənin o baltandan daha böyük qılıncları, daha kəskin dəhrələri vardı. Nə oldu? Kim bacardı? Heç kim. Bəlkə də elə Allah bunu istəyir. Bəlkə o bu dünyanı qılınc gücü ilə, qorxu ilə birləşməsini, yox, ağılla, sevgisi ilə, insanlığın öz iradəsi ilə bir nöqtəyə can atmasını gözləyir. Sən budayaraq düzəltmək istəyirsən, amma bəlkə də əsl möcüzə budamaqla yox, hər yarpağın günəşə özü boylanmasındadır. Hər yarpağın günəşə özünün boylanmasındadır. Sənin üsulun çürükdür, Manav, çünki sən ölümü öldürməklə həyatı xilas edə bilməzsən. Xeyr, Abdullayev, sən yanılırsan. Sən elə bilirsən ki, o fatihlər bacarmadıkları üçün dünya belə qaldı. Sən elə bilirsən ki, Allah icazə vermədiyi üçün İskəndər dayandı. Yox, onların sadəcə ömürləri çatmadı. Zamanları məhdud idi. Çingizxan daha 10 il yaşasaydı, bugün hamımız Monqolca danışırdıq. Napolyon Moskvada büdrəməsəydi, sənin ikinci dilin Rus yox, Fransızca olardı. Hitler qalib gəlsəydi, bəlkə də sən heç doğulmazdın. Söhbət bacarmaqdan yox, vaxtdan gedirdi. Amma indi vaxt dayanıb, Abdullayev. İndi raketlərin, atomun, hidrogen bombalarının dövranıdır. O fatihlərin 10 illərlə bacarmadığını bu silahlar yarım saata həll edər. Sən hələ də o bağban nağılına inanırsan, bu artıq bağın budanması deyil. Bu benzin töküb bütün bağı yandırmaqdır, Manav. Nəysə, Abdullayev, sən fatihlərin yarımçıq qalmış kişini Allahın mərhəməti sanırsan, amma əslində o dəcəl uşaqlar sadəcə bir-birini ölümcül zərbə vura bilmirdilər. İndi isə onların əllərində çubuqlar yox, odlu silahlar var və bir gün o atəş başlasa, Allahın icazəsini yox, o odun istisini hiss eləyəcəksən. Əzizim Abdullayev, fatihlər bacarmadıkları üçün yox, ömürləri çatmadığı üçün dayandılar. Amma sən və sənin kimilər hər şeyi Allahın üzərinə atıb canınızı qurtarırsınız. Bəla gəldi Allahın işidir, bəla getdi Allahın mərhəmətidir. Amma bircə qarışqanı sudan çıxaranda sinənizə döyüb mən xilas etdim deyirsiniz. Uğursuzluq yaşayanda isə adını Allahın sınağı qoyursunuz. Bu nə riyakarlıqdır. Siz Allahı sevdiyiniz üçün yox, ölümdən qorxduğunuz üçün ona sığınırsınız. Əgər bilsəniz ki, ölüm yoxdur, əgər həkimlər, elm, tibb elmi ölümsüzlüyün çarəsini tapsa, and içərəm ki, növbəti nəsillərin hamısı ateist olar. Sizin inancınız ölümün kölgəsidir. İndi mənə de görüm, əgər Allah o fatihlərin dünyanı çapıb talamasını istəmirdisə, niyə onlara qitələrə qanıb durmağa icazə verirdi? Mən sənə deyim, çünki sizin inandığınız o Allah bir siyasətçidir. Eynən bazarda qiyməti gizlicə qaldırıb, sonra hamının yanında qiyməti endirirəm deyən, fərman verən hiləgər vəzir kimidir. Əvvəl bəlanı göndərir, sonra dəf edib deyir, baxın mən sizi xilas etdim, belə Allah olar, sizin Allaha olan inancınız səhvdir. Napoleonun İskəndərin yanında Allahın nə işi var? Onlar kosmopolitlərin əcdadıdır, Abdullayev. Biz onlara baxıb həsəd aparırıq. Çünki onlar sizin sandığınız mərhəmət nağıllarını qılınclarının ucu ilə kəsib atıblar. Siz Allahı səhv başa düşmüsünüz, Abdullayev. Onu o qədər mükəmməlləşdirdiniz ki, o qədər uzaqlara qoydunuz ki, aranızda səmimiyyət qalmadı. Bax, təsəvvür elə, sən bacının, qardaşının yanında çox səmimisən, ağrın olanda deyirsən, hirslənəndə söyürsən. Amma qarşında bir prezident görəndə bütün azlarını, zəifliklərini gizlədirsən. Bilirsən prezidentin ən çox nədən zəhləsi gedir və yaxud da bir kralın.
O rəsmiyyətdən, o yalancı görünüşdən çox zəhlələr gedir. Siz də Allahın qarşısında özünüzü elə aparırsınız. Bu nəzakət sizi ondan elə uzaqlaşdırıb ki, halbuki bacınızın qarşısında necəsinizsə, onun qarşısında da elə olsaydınız, bəlkə hər şey başqa cür olardı. Siz onu xaqan kimi gördünüz. Digərləri isə onu görmürük deyə yüzlərlə dinsizlik, fəlsəfə uydurdular. İndi mənə de, Abdullayev, təsəvvür et ki, Allah qapının ağzında durub səni çağırır. Gəl Abdullayev, gəl gedək. Sən gedərdin, getməzdin. Çünki ağlın arvadında, qızında qalacaqdı. Yiyəsiz qaldılar deyəcəkdim. Uşaqlarımın toyunu görmədim deyəcəkdin. Allah sənə cənnət vəd etsə də sən o qapıdan çıxmağa qorxacaqsan. Yalan cavab vermə Abdullayev. Mən bilməsəm də o bilir. Allah bilir ki sən getməzsən. Allah bilir ki sən getməzsən. Ona görə də o qapının ağzına qədər gəlib səndən yox cavabı eşitmək istəmir. Səni əlacsız qoyub o könülsüz hə cavabını da eşitmək istəməz. Bax budur həqiqət. Əgər həqiqətən inansaydınız, mənim kimi murdar insanlar sizə heç nə deyə bilməzdi. Hə Abdullayev, görürsənmi? Getməzsən. Çünki sən Allahı arvadından, uşağından çox sevmirsən. Sənin sevgin nəyə bənzəyir bilirsən? Bir adam səni çağırır, sən isə tələsirsən, dayanmırsan. Sadəcə uzaqdan əlini dodağına vurub, ona bir öpüş işarəsi göndərirsən. Bax sizin ibadətiniz, sizin Allah deməyiniz o uzaqdan göndərdiyiniz saxta öpüşlərdir. Allah sizin kimi dünya həvəskarlarını neyləsin? Bir ana uşağını min bir əziyyətlə böyüdür, şəhərə oxumağa göndərir, uşaq isə ora gedib qayıtmaq istəmir. Hər dəfə canım anam, əziz anam yazılan poetik məktublar yollayır, amma anasının yanına gəlmir. Ananın qəlbi qırılır Abdullayev. O inciməsin. Siz Allahı qocalar evinə aparıb qoymusunuz və uzaqdan ona öpüş göndərirsiniz. Vəssalam, budur sizin inancınız. Sizə sevən qəlb verib, məhəbbət verib, sonra da onun adından yalan uydurursunuz ki, Allah inciməz. Necə yəni inciməz? Siz bir qotur uşağınızın balaca bir səhvindən inciyib dünyanı dağıdırsınız. Amma milyardlarla insanın nankörlüğündən Allah inciməzmi? Ayılın. Ay bədbəxtlər, siz yatmısınız, siz yuxuda ölmüsünüz. Manav, həyat necə də qəribədir, bilirsən? Sən bayaqda mənə cinsi azadlıqdan, Markiz de Sade'dan, Bertrand Russell'dən danışırdın. Amma indi Allahdan elə danışırsan ki, kənardan baxan səni ən imanlı adam sanar. Bəs bu qədər ifani düşüncə sahibisənsə, niyə daha yumuşaq, daha mərhəmətli deyilsən? Sən kimsən Manav? Mən səni tanıya bilmirəm. Gah liberalsan, gah sekulyar, gah da kosmopolit. İndi isə gəlib mənə Allahdan dərs keçirsən. Nədir bu məsələ? Niyə konkret bir rəngin yoxdur sənin? Lap göy qurşağına bənzəyirsən. Hər rəngin var. Boynuma alıram ki, bəlkə də sənin imanın mənimkindən üstündür. Çünki sən onu hiss eləyirsən. Amma bayaqki o cinsi azadlıq söhbəti nə idi? Bu Allah söhbəti nədir? Məncə sənin içindəki hisslər qarışıb. Amma ümid edirəm ki, bəlkə elə bu Allahla etdiyin hesablaşma sənə təsir edər və sən də haqq yoluna gələrsən. Bax, əziz dostum, mən o kinolardakı ağ-qara obrazlardan deyiləm. Qanlı canlı, ətdən sümükdən iliyi olan adamam. O yalancı ədəbiyyatçılar kimi süni bəzəkli də deyiləm. Əlbəttə ziddiyyətli fikirlərim olacaq. Deyilənə görə Allah özü də ziddiyyətli adamları sevir. Çünki ziddiyyətli adamlar mübarizə aparan adamlardır. Düşünən insan deməkdir. Bir adamın fikirləri sırf ağ və ya qaradırsa, demək o düşüncə tənbəlidir. Sənin Allahla münasibətin generalla silahlı əskərin münasibəti kimidir. Əskər generalı görmür, sadəcə əmrinə tabi olur. Mənsə o generalın yanında özümü polkovnik kimi hiss etməyə çalışıram. General əmr verir, mənsə ən optimal variantı düşünürəm. Bəzi fikirlərim sənə iyrənc göründü, bilirəm. Amma diqqətlə bax, insanlara ümid kimi görünən o İsa Ruhullah, o gözlənilən Mehdi, onların özü də liberaldır. Niyə? Çünki azadlıq vəd edirlər, birlikdən, qarşılıqlı hörmətdən danışırlar. Milliyyət fərqi qoymurlar. Liberalizmin əsası da elə budur. O ki qaldı məktəblilərin cinsi azadlığına fikrim sənə tünd görünə bilər. Amma etiraz etsən deyəcəm, bəs niyə 14 yaşlı qızı dini kəbinlə ərə verirdilər? Ona görə də daha mənə o azadlıq fikirlərimə görə qınama. Bax, Abdullayev, deyirsən ki, söhbət haradan başladı, hara gəldi. Amma bir şey də bil, hər şey Allahdan gəlib Allaha da qayıdır.
Mən özüm o insanlara baxıram. Mən şəhərə oxumağa gedəndə qrupumuzda rayonlardan gələn tələbələr vardı. Gələndə hamısı Allah, Məhəmməd, ya Əli deyirdi. Sonra nə oldu? Bilirsən, şəhər onları Allahdan da elədi, Məhəmməddən də, Əlidən də. Niyə belə oldu? Çünki onların o müqəddəslərə olan sevgisi şəhərli qızların bir işvəsi qədər deyildi. Din onlara deyirdi ki, halalından başqa hər qadın sənə ana bacıdır. Bu bircə söz onları çaşdırdı. Onlar Allahı o qızların naz qəmzəsi qədər sevmədilər. Çünki qızlarla vaxt keçirmək onlara Allah deməkdən daha şirin gəlirdi. Mən onlardan soruşanda ki, hanı imanınız, dedilər o bağışlayandır. Bax belə Abdullayev, insanın Allah qarşısındakı dəyəri, Allaha verdiyi ən böyük qurban nədirsə odur. O rayonlu oğlanların Allaha verdiyi dəyər küçədəki əxlaqsızla keçirdiyi vaxt qədər deyildi. İndi demənə, onlar Allah üçün kimdirlər? Qalanını özün bil. Başa düş Abdullayev, Allaha qurbanın nədirsə Allahın gözündə də sən olsan. İndi mənə de Abdullayev, Allah hələ də qapıdadır, getməyib. Ona bir söz demək lazımdır. Onu gözlətmə. Sən Allahı arvadından və o gül üzlü mələk qızından çox mu istəyirsən? O boyda Allah sənin balaca qızından və gənc xanımından daha qiymətli deyilmi? Abdullayev, qapıda Cənab-ı Allah dayanıb. Dünyanı yaradan, kainatı xəlq edən, bilinməyənlərdən tutmuş bilinən hər şeyə vaqif olan, əlində hər şey tutan cənnətin sahibi gəlib səni aparmağa. Sən isə öz daxmandakı arvadının və qızının tumanına sığınmısan. Get görüş Allahla Abdullayev, get dizinə çök. Gedə bilər, getsə bir də gəlməyəcək. Qapı ardındadır, gözləyir. Sənin ondan başqa kimin var ay bədbəxt? Bəlkə getsən səni aparmayacaq, sadəcə səni görmək istəyir. Məgər ata oğlundan nə istəyir? Gəl mənimlə yaşa demir ki, deyir gəl bir səni görüm, ətrini duyum. Abdullayev, nankör olma. 124 min peyğəmbəri elçi göndərən zat qapı ardındadır. Hə Abdullayev, nə oldu? Əlbəttə ki, mən sənin rahatlığını pozdum. Sən Allahı aparıb göyün 7-ci qatında gizlətmişdin. Deistlər onu kainatdan qovmuşdu. Ateistlər də deyirdi ki, ümumiyyətlə yoxdur. Amma mən nə deyirəm? Mən deyirəm ki, Allah qapıdadır, səni gözləyir. Çıxacaqsan? Allahı elə böyütmüşsünüz ki, güya o ancaq verməlidir. Bəs siz ona nə verəcəksiniz, ay dilənçilər? Dilənçi kimi ancaq əlinizi açıb istəyirsiniz. Həmişə o verib. Bircə dəfə də sən get özünü ona verə ki, bəlkə səni aparmayacaq, sadəcə səni bağrına basmaq istəyir, səni öpmək istəyir. Nə yapışmısan o arvaddan, uşaqdan? Sabah gəbərib getsən, arvad da başqasının qoynunda olacaq. Qızın da səni unudacaq. Get, o Cənab-ı Allah qapıdadır. Get, görüş ayıbdır. Bax, Allah göydə olanda ya da kainatdan kənarda olanda işlər asan idi. Bəs qapı ardında səni gözləyəndə necədir Abdullayev? Get, Allah qapıdadır, get, görüş, qoy üzündən öpsün. Heç Allah da adamı qorxudar, o heç bəndəsinə zülm eləyərmi? Bax Abdullayev, sən hələ düşün, Allah səbirlidir, gözləyər. Sən də fikrini topla. İndi deyirsən ki, manafın baş xarab olub. Heç Allah da qapı ağzında gözləyər. Bax əziz dostum, söhbət Allahın indi qapı ardında fiziki olub olmamasından getmir. Söhbət ondan gedir ki, kainatı yaradan o fövqəl varlıq, əlbəttə ki, bir dövlət başçısı kimi arada məşvərətə çıxır. Görsün ki, ölkədə nə var, nə yox. Amma hamının qapısına eyni cür gəlmir. Misal üçün, dünən mənim qonşum gildə fəhlə qismində gəlmişdim. Qonşu onu bağda işlətdi. Axırda pul haqqı hesabından narazı saldı. Allah dedi ki, azdır. Mənim xəsis qonşumsa dedi ki, yox, bəsindir, insafın olsun, Allahdan qorx. Allahı Allahla qorxutdu. Bir sözlə, Allahın pulunu kəsdilər. İsrağa gündə avtobusda gəlirdim. Bir cavan oğlanın halı pis idi. Ayaq üstə dura bilmirdi. Yazıq dedi ki, mənə bir nəfər yer versəydi oturardım. Heç kəs yer vermədi Abdullayev. Oğlanın halı elə pis idi ki, az qala yıxılacaqdı. Güclə danışırdı. Bir orta yaşlı qadın da qayıtdı ki, cavan oğlansan, mən sənə yer verəcəm. Axırı xəcalət çəkdim, durdum o cavan oğlana. Yəni Allaha yer verdim. Yazıq oturan kimi üzümə baxdı. Mənsə ayaq üstə qaldım. O isə heç danışa bilmirdi. Bax Abdullayev, Allah olmaq çətindir. Bir gün pulunu kəsirlər, bir gün yer vermirlər. Sənin kimi qapı ağzında gözlədirlər. Axırda da hər şeyi onun üzərinə atırlar. Sən bilirsən ki, Allahla şeytanın dərdi birdir. Çünki insan nə qələt edirsə, şeytanın boynuna
atır. Başına nə fəlakət gəlirsə, atır Allahın üstünə ki, Allahın işidir. Bilirsən, şeytan hər gün gedir Allahın huzuruna, deyir: İlahi, sənə and olsun, mənim bugünkü haqq hesablardan xəbərim yoxdur. Elə şeylər ediblər ki, mənim belə ağlıma gəlməzdi. Allah da deyir ki, narahat olma. Bugün mənim belimə bir zəlzələni yıxdılar. Halbuki mən binaları, köhnə və yeraltı təkanlara, həmin binaları köhnə və yeraltı təkanlara dözümsüz tikmişdilər. Binalar çox köhnə idi. Halbuki mən kitabda yazmışdım ki, hər işi ehtiyatla, vicdanla görsünlər. Çoxu oxumur, oxuyanlar da əməlləmir. Bilirsən də, köhnə binaların qüsuru mənim üstümdədir. Bütün fəlakətlərin hamısını mənim üstümə atırlar. Bax, belə deyirlər Abdullayev. İnsan elə bir varlıqdır ki, şeytan belə onun törətdiyi rəzalətləri görəndə heyrətindən təmizə çıxır. Allah bizə baxır, sonra da şeytana nəzər salır. Şeytan isə Allahın məyusluğunu görüb təkəbbürlə pıçıldayır. Sən bunların yanında məni toya bayrama göndərməlisən. Bax, zamanında mən bu məluna təzim etməyəcəmi deyəndə sən məni diz çöktürdün. Məni dərgahından qovdun. İndi görürsənmi? Yenə sənə sadiq qalan mən oldum. Şeytan Allahın yarasına duz basaraq davam edir. Görürsənmi Abdullayev kimi bəndələrin sənə avtobusda yer vermədilər. Qapı ağzında gözlətdilər. Fəhlə qismində bağına gəldin, işlədib pulunu kəsdilər. Üstəlik sənin haqqını kəsənlər səni səninlə qorxutdular. İndi də utanmadan qapının ardında dayanmısan. Bunları gözləyirsən. Allah isə qəzəblə pıçıldayır: kəs səsini, amma daxilən sarsılır. Çünki bu qədər insanın içində and içməyə bircə nəfər yaxşı adam tapmır ki, şeytanın qarşısında üzü ağ olsun. Bir nəfər normal adam tapa bilmir ki, desin: bax ey kör şeytan, görürsənmi bu külün içində bir brilyant var. Tapa bilmir Abdullayev. Biz Allahı şeytanın yanında gözdən salırıq. Biz elə məlunuq ki, Allah bizim ucbatımızdan xəzalət çəkir. Şeytana qarşı müdafiəsiz qalır. Şeytan isə Allahın bu məyus halını, bu çarəsizliyini görüb qəfil gülmək tutur. Amma yaradanın eşitməsindən qorxub, onun qəlbinin daha da qırılmasından qorxaraq, əlləri ilə ağzını bərk-bərk tutur ki, qəhqəhəsi duyulmasın. Şeytan belə bizdən daha ədəbli davranır. O anlarda biz isə hələ də otağımızda durub vicdan dərsi keçirik.